Bir dənə sübh namazını qəzaya vermək, biz nə boyda fəlakətdir, biz nə qədər fəlakətdir. İmam Sadiq əleyhissalama bir nəfər yaxınlaşdı, dedi, ağa, dedi, bəli, dedi, bir dənə böyük günah eləmişəm. Dedi, Allah səni bağışlayar, narahat olma. Dedi, ağa, çox böyük günah eləmişəm. Dedi, Allah əgər Əbu Qubeys dağı boyda da günahın olsa, Allah bağışlayar. Əbu Qubeys dağı Ərəbistanda bir dənə dağdır, böyük dağdır. Dedi, o boyda da günahın olsa, Allah bağışlayar. Dedi, ağa, ondan da böyük günah eləmişəm. Dedi, nə günah eləmişsən? Dedi, filan günah. İmam Sadiq bir sənə cavab verdi ona. Dedi, mən qorxdum, sən deyəcəksən, sübh namazını qəzaya vermişəm. Sən sübh namazını qəzaya verməmişsən, böyük deyil o qədər də. Ondan sonra İmam Sadiq qayıtdı, axır zamanda, yəni bu dönəmlərdə insanlar o qədər ruzu problemi yaşayacaq, ona görə ki, namazlarına diqqət eləmirlər, namazların qəzaya verilir. İmam Sadiqdən yeni oxumuşam bu hədisi. İmam Sadiq əleyhissalam buyurur, dünyada nə boyda da bilirsiniz, düzdür. Günəşi ilə, ulduzu ilə, ayı ilə, galaktikaları ilə, bütünlüyü ilə, hamısı qızıl ola, qızılla dola. Bir nəfərin qızılı ola. O bütün o qızılı Allahın yolunda, dinin yolunda xərcliyə, onun müqabilində nə qədər əcr mükafat verirlər ona. Amma deyir, bir dənə sübh namazını ki verdi əldən, o sübh namazının əcrinə, mükafatına çatmaz. O bilmir nə itirdi. O elə bilir qəza eləyəndə həmən gələcək. O elə bilir ki, bugün qıldı, sabah qıldı, həmənki olacaq. Bugünkü qılmısız, qılmısız. Bugün bir daha gəlməyəcək, qutardı, getdi. Ömrümüzdə bir gün idi, o bugün idi. Verdiysə qəzaya, verdiyi getdi, Allah uzaq eləsin. Daha bir də qayıtmayacaq. Nə mən dünyaya qayıtacam, nə o gün qayıtacaq. Bugünkü sübh oldu ya, o bir də qayıtmayacaq, getdi. Amma Allah onun müqabilində nələr verirdi Allah? Allah özü bilir. Allah özü bilir nələr verirdi. Peyğəmbərdən hədisdir, kim sübh namazına fikir vermir, sübh namazını qılmır, Qur'an ondan bizardır. Qur'an ondan şikayətçidir. Qiyamət günü Qur'an-ı Kərim ondan şikayət edəcək. Bu qədər mühüm məsələdir. Şeytan biz nə vaxt insana cürət tapır? Nə vaxt cürət tapır şeytan? Şeytan baxır, görün bu namazına necə diqqət edir. Görsə namazlarına diqqət edir, da şeytana yaxındır. Gördü bu namazını necə gəldi, qılır, ötürür, qəza, fikir vermir. Şeytana cürət yaranır ki, mən bunu aldada bilərəm. Mən bunu aldada bilərəm. Sübh namazı günüvün ilk imtihanıdır. Sübh namazı günüvün ilk imtihanıdır. Allah səni birinci sübh namazına imtihan edir. Görün neyinəcəsən? Sübh namazından başuca çıxdığın, o birisi imtihanların hamısı bu imtihanla tarazlanır. Sübh namazı ilə əgər çıxdığın imtihandan, Əbazər deyirdi, sübh namazı elə bir bənziyir dəvəyə. Dəvənin başını çəkdiyinin özvə tərəf, aşağı aydın dəvə oturacaq. Əgər sübh namazının gözəl başını, o gün sənin üçün qəşəng keçəcək. Bir dənə baxın həyatınıza, deyir, sübh namazı belədir. Ki, sübh namazı ki, qəzaya getdi, o gün insanın həyatı olur bərbad. Elə bir yaşamadı o günü. Əgər duyursa ya insan bunu, duymursa insan demək çox tənəzzül edib ha. Çox tənəzzül edib. O insan ki, sübhü qəzaya verib, heç narahatçılıq da keçirmir, çox düşüb mənəviyyatdan, çox düşüb. Gözündən əgər damla düşmürsə ki, niyə mənim əlimdən bu sübh namazı çıxdı? O çox tənəzzül edib, çox gedib aşağıya, xəbəri yoxdur. Bu qədər qiymətlidir. Amma necə eləsin? Necə eləsin insan sübh namazını qəzaya verməsin? 9 dənə şərt deyirəmsə, bunu yana bitirirəm. Neynəsin insanlar? Mənə çox xəbər göndərmişlər, ona görə bu mövzunu yazdım. Sübh namazını qəzaya verməyək, neynəyək? Birinci şərti budur. Axşam yatanda yəqin alında yat ki, mən 100% sübh namazına duracam. Yəqin, psixoloji bir şeydir. Bax, sənə elə bir səhər durub getməlisən başqa ölkəyə, bileti də alıb qoyumsan. Axşam necə yatırsan? Axşam elə yatırsan ki, sübhə durmalıyam ha mən. Heç özün elə birdən ayırırsan ayağa. Heç yorulmaq da yoxdur, elə yerindən qalxdın, getdin. Niyə? Psixoloji beynində oturub ki, mən 100% getməliyəm, 100% oyanmalıyam. Bu oturdu sənin zehnivə, mən gecə bax bunu fikirləş, mən sübh vaxtı 100% qalxmalıyam ayağa. Bu işi gör, qalxacaqsan, birinci şərtdir. İkinci şərt, elə ki gözlərini açdın, azan verilib, gözünü açdın. Nə bağda deyəsən ki, 5 dəqiqədə yatın. Gözünü açdın, qalx ayağa. O 5 dəqiqəni yatdın, qutardı, getdi. Birinci 5 dəqiqə, ikinci 5 dəqiqə istəyəcək. İkinci 5, üçüncü 5.
10 dəqiqə, 20 dəqiqə, yarım saat sübh namazı getdi qəzaya. Alimlərdən biri deyirdi, əxlaq ustadlarından biri deyirdi, sübh azanı verildi, dostundan danışırdı. Deyir, o dostum deyir, sübh azanı verilən kimi durquzduq. Gözlərini açdı, dedi, dur namaz qıl yanındakiler dedi. Dedi, qoy 5 dəqiqə yatım duraram. Deyir, yatdı. Amma bir dənə yuxu gördü. Deyir, yol gördüm yuxuda, həmən o yatan deyir. Yuxuda gördüm ki, gedirəm yolla. Yanımda da bir dənə böyük bir dənə heyvan gedir. Hər ləhsə gördüm o böyük heyvan balacalaşdı. Get-gedə balacalaşır, get-gedə balacalaşır, get-gedə xırdalaşdı, axırda yox oldu. Yox olan kimi mən gözlərimi açdım, gözlərimi açan kimi gördüm gün çıxıb. Başa düşdüm ki, Allah demək istəyir ki, sənin üçün sübh azanın vaxtı ki, daxil oldu, böyük neymət hazırlamışam. Hər 5 dəqiqə getdikcə azalır, azalır, azalır. Elə ki, gəldin, lap axıra düşdün, lap xırda qalır. Elə ki, gün çıxdı, o xırda da gedir. Mən dərk etdim, Allah mənimlə danışır. Allah mənə başa salmaq istəyir. Gözlərimi açdın, ayıl, qalx ayağa. 3-cü şərt. Bu Ayətullah Behçətin tövsiyəsidir. Deyir, sübh namazına qalxmaq istəyirsinizsə, istəyirsinizsə Allah sizi qaldırsın, o birisi namazları əvvəl vaxt qılın. Əgər 4 dənə namazı əvvəl vaxt qılsaq, sübh namazını Allah bizi ayıracaq. Bu 3-cü şərt. 4-cü şərt. Həyatımızı nizamlayalım. Tez yatmağı bacaralım. Axşam 3 yeyəcən, orada burada oturub, ömrü boş yerlərə sərf eləməyəyin. Onu ilə otur, oyna, bunu ilə otur, yazış. Xüsusilə də haram yazmaq, naməhrəmlə yazışır. Sonra istəyir sübh namazını ayılsın. Qalxa bilmərsən, alınmaz da. Sübh namazı böyük neymətdir, Allah verməz ona. Gözü məsələn baxır sosial şəbəkələrdə haram şəkillərə, özünü aldada baxır. Niyyətin pakdır, ayılmayacaq. Evdə oturub televizorun qabağında, televizori yandırıb bağışlıyız məni bu ifadəyə görə. Haram musiqi, haram şəkillər, ona baxa, buna baxa. O insan gözünü aça bilməz ki. O gözləri bağlanıb, zəncirlənib. Axşam tez yatmağı bacarsın insan. Gecə 2-də, 3-də evə gəlməklə deyil. Nizamlıyın yatmağınızı. Həyatınızı nizamlıyın, necə gəldi eləməyin. Gecə 2-də, 3-də yatmaqla qalxa bilməyəcəksən, oyana bilməyəcəksən. Gecənin ən yaxşı vaxtını yatmırsansa, o vaxt ki Allah tapşırıb ki, o vaxtda yorğunluq çıxar. O vaxtı gələk yatasan, gecənin bir miqdarını oyanasan. Onu eləməsə insan alınmayacaq. 5-ci şərt. Axşam çox yeyib yatmaqla insan sübh namazına qalxmaz. Bunu elmdə sübut edib. İnsan ki çox yedi, yuxu gətirər. Fikir vermişsiniz, çox yeyəndə insana yuxu gəlir. Yuxu da gəldi, artıq yuxu gələr. Gözün ayrılmaq istəmir, elə hey yatmaq istəyir. İnsan var 8 saat yatır, 9 saat yatır, 10 saat yatır, yorulmur. İstəyir elə hey yatsın. Bu həyat deyil, vallahi həyat deyil. Adam gün 10 saatını məgər yatar. Hayıf deyil o 10 saat yatmaq. Alimlər narahat olurdu yatanda ki, gedir ömür. 10 saat yatmazlar. Axşam çox yeməsin. İsa Peyğəmbərin sözü var, deyir, ey bəni İsrail, az yiyin, az yiyin. Çünki yeməyi çoxaltsız, yuxu çoxalar. Yuxu çoxaldı, namazdan azalacaq. Yatmamışdan 2 saat qabağa yeməyi saxlayın. Hətta tibbi nöqtə nəzərdən sizə deyirəm. Yatmamışdan 2 saat qabaq yiyin, yatın. Yiyib o an yatmayın. O sizə böyük yuxu gətirəcək və yorğunluq gətirəcək. O səbəb olacaq ki, siz qalxa bilməyəcəksiniz yuxudan, biz qalxa bilməyəcək yuxudan. Bu 5-ci şərt. 6-cı şərt nədir? Gecə yatmamışdan qabaq tövbə eləyin. Tövbə eləyin. Çünki günahın xüsusiyyəti budur. Günah adamın ayağını o qədər zəncirləyir ki, qalxa bilmir yerindən. Az olub ki, insanlar mən eşitmişəm dəfələrlə deyirlər. Deyir, açmışam ha gözlərimi, vallah qalxmaq istəyirəm, qalxa bilmirəm. Yerimdən durmaq istəyirəm, sanki tutublar əllərimdən, deyirlər, qalxma. Məsumlardan birinə dedilər, gecə qalxa bilmirəm. Dedi, qəyyədət ki, zunubu ki, günahların elə zəncirləyib sənin ki, ona görə qalxa bilmirsən. Ona görə axşam yatmamışdan qabaq tövbə eləyin, yatın. Gün ərzində nə günahlar eləmişik, tövbə elə yat. Bu 6. 7-ci üzrxahlıq eləm xanımlardan, kişilərdən qüsüllü şəkildə yatmasın, nə kişi, nə qadın. Qüsül gəlib boynuna geçsin, qüsülünü ersin, ondan sonra yatsın. Çünki qüsül verməmiş yatırsa, napak halda yatır. Napak halda olanda Allah ondan ünsiyyət qurmaz ki. Ona görə getdi. Xüsusilə də dəstəmaz alsın, yatsın. Dəstəmaz alsın, yatsın. 8-ci şərt də budur ki, çalışsın, ailəsinə tapşırsın. Kişi həyat yoldaşına, həyat yoldaşı kişiyə. Ki, sən oyan, mən oyat. Mən oyanım, sən oyadım.
övladlarını tapşırsınlar, övladlarını oyatsınlar. Ailə bir yerdə qalxsın namaza. Nə gözəl. Daha məsələn kişi 2 gündür qadını oyadır, sabah istənə deyəsən, onsuz da sən oyanmırsan, bundan sonra mən səni oyatmayacağım, ya qadın deyə kişiyə ki, mən səni bu qədər oyadıram yuxudan, sən durmursan sübhə, mən səni bundan sonra oyatmayacağım, bu sözləri qoysun kənara. Quran-ı Kərimdə ayədir. Və əmur əhləkə bis-salat vəstəbir. Ailəvi namaza dəvət elə, əmr elə və səbirli ol. Səbri əldən vermə. Deyirlər, bu ayə nazil olandan sonra Peyğəmbər qalxardı, gələrdi xanım Zəhra ilə Əleyhisselamın evinin qapısında dayanardı, qapını döyərdi, ondan sonra çağırardı əhl-i beyti, ondan sonra Əhzab surəsi 33-cü ayəni oxuyardı, qapıda çıxıb gedərdi. Ailəvizi oyatmaqdan narahat olmayın. Bir dəfə olar, yorulma, qaldırayaq. 9-cu da budur, nə ki qurmusan, ki o zəngi çalacaq, oyanacaqsan, onun yanına qoyma. Birazca uzağa qoy ki, heç olmasa yorğunluğa görə gedib qalxacaqsan ayağı geyim, onu söndürəsən heç olmasa. Namaza da görə qalxmasan, onu söndürmək üçün qalxacaqsan ayağa. Gedib onu söndürəndə də biraz yuxu qaçacaq. O anda da daha namazı qılarsan. Bunlar oturub fikirləşmişəm, neçə vaxt fikirləşib nə yazım, bunları yığdım bir yerə. Sübh namazını istəyirsinizsə qəzaya getməsin, bu 9 dənə şərt. Əməl eləsə inşallah qəzaya getməz.